Salam verin. Hürmetli Nazırım, Çağ Öğretim Şirketi'nin Sayın Başkanı, hürmetli hanımlar ve cenaplar, Kafkas Üniversitesi'nin değerli mensupları, sevgili talebelerimiz. Üniversitemizin 10 illik tedbirleri içerisinde her ayın sonunda gerçekleştirdiğimiz aylık konferanslardan, seminerlerden birinde daha bir araya gelmiş bulunuyoruz. Bu münasebetle ben bu tedbirimize fiilen iştirak eden, başta hürmetli nazırımız olmak üzere bütün iştirakçilere, seminer iştirakçilerine, üniversitem adına ve şahsım adına teşekkür ediyorum ve hoş geldiniz diyorum. Her ayın sonunda bir aylık seminer dedik. Bugünkü 5.'si olacak. Bundan sonra da her ayın sonunda yine Azerbaycan'da bir büyük devlet adamı konferanslarımıza iştirak etmek suretiyle Mayıs ayının sonuna kadar bu programlarımız devam edecek. Bugünkü seminerimizin mevzu Azerbaycan hürmetli prezidentin Azerbaycan'daki tahsil sistemine dair olacaktır. Ve bu Azerbaycan'ın 10 illik geçirdiği müstakillik, 11 illik müstakillik dönemi tarzında göstermiş olduğu önemli nailiyetler içerisinde, iktisadi inkişaflar içerisinde yine ona paralel olarak önemli bir sahada hiç şüphe yok ki tahsil alanındaki gelişmelerdir. İşte böylesi bir mevzu bizlerle paylaşmak üzere üniversitemizin bu önemli yıl dönümünde bir konferans vermek suretiyle teşrif eden hürmetli nazırımıza ben Kafkas Üniversitesi adına ve şahsım adına teşekkürlerimi ifade etmek istiyorum. Sayın Nazırımız benim her vesileyle ifade etmiş olduğum gibi bizim için, Kafkas Üniversitesi için ve aynı şekilde Kafkas Üniversitesi'nin tertibinde yer aldığı Çağ Öğretim Şirketimiz için ve hiç şüphe yok ki Azerbaycan için büyük bir şanstır. Kafkas Üniversitesi ve bizim bütün kurumlarımız, Çağ Öğretim Şirketimizin bütün kurumları kurulduğu tarihten itibaren elinden gelen bütün imkanları Azerbaycan'a hizmet etme yolunda sarf etmektedir, kullanmaktadır. Asıl metotlarını, tahsil sistemlerini en bereketli şekilde tatbik etmek üzere bütün gücünü kullanmaktadır. Üniversitemiz ve bütün kurumlarımız bu istikamette bu gayreti gösterirken bir şüphe yok ki bu işin sadece bir bölümüdür. Diğer bir bölümü de bu gayretlerin hedefine ulaşması yolunda işte bugün konuğumuz olan Sayın Bakanımızın ve onun terkibinde, onun mahiyetinde yer alan Tahsil Nazırlığı'nın üniversitemize ve kurumlarımıza göstermiş olduğu aşırı dikkat ve kaygıdır. Biz almış olduğumuz bu gayretle, almış olduğumuz bu destekle gayretlerimizi birleştirerek başarılı olma yolunda büyük çaba sarf ediyoruz. Bu bakımdan Kafkas Üniversitesi'nin dostu, Çağ Öğretim Şirketimizin dostu, hürmetli nazırımıza bu anlamda bir kere daha şükran duygularımızı ifade etmek istiyorum.
Ve her konferansımızda olduğu gibi bu konferansımıza iştirak eden değerli maruzzacımızın, konferansı takdim eden konuğumuzun biraz daha kendisini yakından tanıma amacıyla kısaca bazı biyografik bilgileri de sizlerle paylaşmak istiyorum. Hürmetli Nazırımız Mısır Merdanov, 1969. yılında Bakü Devlet Üniversitesi'nden oranın Mekanika Riyaziyat Fakültesinden katlanma diplomuyla bitirmiştir üniversiteyi. Ve aynı üniversitede devam ettirdiği çalışmalarıyla 1971-89 yılları arasında orada idari bir görevle aynı fakültede dekan muavin olarak görev almıştır. Ve 1989 yılında Ukrayna Edirne Akademisi'nin Riyaziyat Enstitüsü'nde doktorluk disertasyonu müdafaa ederek Fizikal Riyaziyat Bilimleri doktorluk unvanını almıştır. Ve sonra hürmetli Nazırımızın idari görevleri başlıyor, devam ediyor. 1989 yılından itibaren Tahsil Nazırlığı'nda idare reisliği, Tahsil Nazırlığı valiliği görevleri ve bu görevlerden sonra 1991. yılda ilmi profesör unvanını, derecesini, akademik kariyerini de aldıktan sonra 1992-98. yıllar arasında mezun olduğu üniversitede prorektör ve rektör olarak görev işlemiştir. Ve ondan sonra 1998. yılda hürmetli Nazırımız Tahsil Nazırlığı vazifesine tayin edilmiş ve aynı yıl yine hürmetli Prezident tarafından onun selamıyla tahsil sahasında Devlet İslahat Komisyası'nın sekreteri olarak görev üstlenmiştir. Ve 2000. yılda Azerbaycan Respublikası Prezidentinin fermanıyla da Emektar El Hatimi adını almıştır. Biz kendisine bundan sonra da hayatının bundan sonraki akışı içerisinde de nice muvaffakiyetler arzu ediyoruz. Hürmetli seminer iştirakçilerimiz, ben hürmetli Nazırımızı buraya davet etmeden evvel bu arada yine bizim 10. yıllık programlarımız içerisinde yer alan bir müsabakanın sonuçlarıyla ilgili birkaç dakikalık da bir mükafatlandırma töreni gerçekleştireceğiz. Bu sene bizim 10 faaliyet programı içerisinde Mühendislik Fakültemizin organize ettiği talebelerin iştirak ettiği web sayfası tasarımı müsabakası geçirilmiştir. Büyük bir memnuniyet ifade etmek istiyorum. Bu müsabakaya sadece üniversitemiz talebeleri değil, diğer üniversitelerimizden de Azerbaycan'da sevgili talebelerimiz buna iştirak etmişlerdir. 22 talebe, 22 proje daha doğrusu. Her projede çoklu belki talebelerimiz vardı. Müracaat etmişlerdi. Ve biz bunlar içerisinde 1., 2., 3. ve 3 talebeye de farklandırma mükafatı vermeyi uygun gördük. Dolayısıyla bugünkü bu güzel vesileyle bu talebelerimizin de diplomlarını ve mükafatlarını Sayın Bakanımız izin verirlerse birkaç dakikalık program içerisinde onlara takdim etmek istiyorum. Önce farklandırma mükafatına layık görülen 3 talebemizi ben buraya alıyorum. Bunlar Kafkas Üniversitesi'nin 5. sınıf talebesi Reşat Mahmudov. Okuduğu sınıfa ait web sayfası tasarımında bulunmuş. Bakü Devlet Üniversitesi'nden bir talebe Bahtiyar Hacıyer, o da muhabbet konusunda bir web sayfası tasarımında bulunmuş. Ve yine Kafkas Üniversitesi'nden bir başka talebemiz Kerim Mehmetov, o da Karabağ'a ait web sayfası tasarımında bulunmuş. Böyle bir çalışma yapmış. Bu
Reşat Mahmudov. Bahtiyar Paçger. Çelik Mehmetov. Evet, talep. Ziya Abdullayev. İkincilik yerinde mükafatlandırılmak üzere tespit yapılan Reşat Aliyev ve Zahur Hasanoğlu üçüncü yerde derece alan talebelerimizi de buraya davet ediyorum. Ziya Abdullayev Kafkas Üniversitesi 4. sınıfında talebemiz. Reşat Aliyev Bakü Devlet Üniversitesi'nin talebesi ve Zahur Hasanoğlu da Azerbaycan Teknik Üniversitesi'nin talebesi. Ben çalıştığı konularla ilgili de bir cümle sizlere takdim etmek istiyorum. Ziya Abdullayev, Kafkas Üniversitesi'nin mezunları talebelerimizin geleceğiyle ilgili bir çalışma. Onunla birinci mükafata layık görülmüş. Reşat Aliyev, eğitimde yeni enformasyon teknolojilerinin uygulanması konusunu ele almış ve başarılı olmuş. Ve Azerbaycan Teknik Üniversitesi talebesi Zahur Hasanov da Azerbaycan Teknik Üniversitesi'nin web sayfasının tasarlanması konusunu ele almış ve mükafata layık görülmüş. Ben bu üç talebemize de diplomlarını ve mükafatlarını takdim etmek üzere hürmetli bakanımızı ve akabinde de konferansı takdim etmek üzere buraya davet ediyorum. Buyurun Sayın Bakanım. Hürmetli Enver Bey, hürmetli rektör, hürmetli müəllimlər və tələbələr. Mən çox şadam ki, bugün məni Qafqaz Universitetine dəvət etmişsiniz və mənim üzərimə çox böyük məsuliyyət qoyaraq belə bir mövzu seçirsiniz ki, o mövzu ətrafında danışmaq həm çətindir, həm də asandır. Çətindir ona görə ki, dünyaca tanınan bir insan haqqında hər hansı bir söz söyləmək əlbəttə məsuliyyətlə çətindir. Asandır ona görə ki, bu insanın gördüyü işlər Azərbaycanda o qədərdir ki, yəni material kifayət qədərdir. Universitetin rektoru bu barədə mənimlə çoxdan söhbət etmişdi. Və mən də düşünürdüm ki, görəsən bu seminarda nələr barədə danışsam daha yaxşı olar. Ancaq açığını deyim ki, auditoriyanın tərkibi haqqında mənim məlumatım çox az idi. Yəni, bilmirdim ki, kimlərin qarşısında konkret danışacağım. İndi görürəm ki, burada müəllimlər də var, tələbələr də var, digər adamlar da var. Ona görə fikirləşirəm ki, əsasən indiyə qədər deyilməmiş sözlərdən ibarət olsun, əsaslı argumentli məlumatlardan ibarət olsun. Ona görə də mən qərara indi gəlirəm ki, daha sinədən yox, əgər etiraz eləməsəniz, hazırladığım materiallarla sizi tanış edərim. Mənə belə gəlir ki, bu daha maraq olar. Burada material çoxdur, mən çalışacağım ki, haradasa bir saata qədər sizin vaxtınızı, bir saatdan artıq alın.
ən böyük şəxslər özündən çox mənsub olduğu cəmiyyəti düşünən, onun varlığının və xoşbəxtliyinin qorunması yolunda həyatını verən insanlardır. Bu sözlər Türk xalqının böyük oğlu Mustafa Kemal Atatürk'ün fikirləridir. Və mənə belə gəlir ki, bu fikirlər dünyanın ən böyük şəxsiyyətlərindən biri olan Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin həyat yolunu tam, obyektiv və aydın şəkildə səciyyələndirir. Yəni, Heydər Əliyev elə böyük şəxsiyyətdir ki, o, özündən çox mənsub olduğu xalq haqqında düşünür və onun gələcəyi barədə düşünəcəkdir. Heydər Əliyev 20-ci əsrdə Azərbaycan xalqının getirdiyi ən parlaq simvol olaraq nəinki bizim xalqımız tərəfindən, bizim fikrimizcə bütün dünya tərəfindən qəbul edilir və yüksək qiymətləndirilir. Müstəqil Azərbaycan dövlətinin banisi olan cənab Heydər Əliyev öz şuurlu həyatını Azərbaycanın tərəqqisinə və çiçəklənməsinə, onun beynəlxalq aləmdə tanınmasına, bütün dünya Azərbaycanlılarının hüquq və azadlıqlarının qorunmasına, dövlətçiliyimizin möhkəmləndirilməsinə, xalqımızın milli mənəvi dəyərlərinin qorunub saxlanmasına, ölkəmizin iqtisadiyyatının daim inkişaf etdirilməsinə, Azərbaycanda demokratik dövlət quruculuğunu həsr etmiş və bugün tamamilə haqlı olaraq möhtərəm prezidentimiz cənab Heydər Əliyev müstəqil Azərbaycanın və Azərbaycançılığın simvolu kimi bütün dünyada tanınır. Azərbaycan ötən əsrin əvvəllərində ilk dəfə qazandığı dövlət müstəqilliyini yalnız 20-ci əsrin axırlarında bərpa etməsinə baxmayaraq, əslində bu tarixi hadisənin təməli dövlət başçımızın 1969-cu ildə Respublikanın siyasi rəhbərliyinə gəlişi ilə qoyulmuşdur. Mən bunları ona görə deyirəm ki, burada əyləşənlərin böyük əksəriyyəti gənclərdir və bəlkə də o zamanki tarixi o qədər dəqiq bilmirlər. Tarixi xronoloji inkişaf baxımından həyat artıq sübut edib ki, Heydər Əliyevin Azərbaycana ilk dəfə rəhbərlik dövrünü əldə edən 1969-82-ci illər ölkəmizin inkişafının intibah dövrü olmuşdur. Əgər həmin dövrdə Azərbaycan istər sosial-iqtisadi, istərsə də ictimai-mədəni sahələrdə dinamik və güclü inkişaf yolu keçməsəydi, demokratik idarə etmənin ilk rüşeymləri o zaman yaranmasaydı, xalqımızda milli mənəvi dəyərlərə qayıdışın əsası o devirdə qoyulub inkişaf etdirilməsəydi, əlbəttə bugünkü müstəqilliyimiz də bizim fikrimizcə reallığa çevrilə bilməzdir. Bugün biz tamamilə haqlı olaraq təhsil sistemimizdə məktəbə qədər ümumi və peşə ixtisas, eləcə də diplomdan sonraki təhsil müəssisələrinin geniş şəbəkəsi, güclü elmi pedaqoji kadr potensialı ilə haqlı olaraq fəxr edilir. Bütün bunlar öz mənbəyini məhz 1969-82-ci illərdə möhtərəm Heydər Əliyevin rəhbərliyi altında təhsil sahəsində aparılan uzaqgörən və məqsədyönlü siyasətdən almışdır. Hələ o vaxtlar həyata keçirilən qlobal miqyaslı təhsil quruculuğu gələcək perspektiv inkişafın güclü təməlini qoymuşdur. Həmin illərdə Azərbaycanda məktəbə qədər tərbiyə müəssisələrindən tutmuş, ali məktəblərə də bütün təhsil ocaqları əvvəlki illərlə mübahisədə yeni inkişaf pilləsinə qalxmış, bu istiqamətdə ardıcıl aparılan dövlət siyasəti Azərbaycan əhalisinin təhsil, ümumi-mədəni və intellektual səviyyəsinin yüksəldilməsində müstəsna rol oynamışdır. 1969-82-ci illərdə Azərbaycan təhsil sistemi və onun inkişaf xronologiyasını özündə əks etdirən bir sıra
statistik göstəriciləri sizin nəzərdə çatdırmaq istəyir. Həmin dövrdə, yəqin burada mən başa düşürürəm, məktəbə qədər müəssisə deyəndə biz yəni uşaq bağçasını nəzərdə tuturaq. Həmin dövrdə məktəbə qədər tərbiyə müəssisələrinin sayı, mən rəqəmləri demək istəyirəm, əlbəttə mən belə fikirləşmək, bu da vacibdir, 1600-dən 1875-ə. Bu müəssisələrdə tərbiyə 1%, kvalifikanı ölkələr üzrə isə cəmi 17,6% təşkil etmişdir. Bir də deyim, deməli, Azərbaycanın ümumi təhsil məktəbləri şagirdlərinin 40,2%-i ikinci növbədə oxumaq məcburiyyətində idi, kvalifikanı ölkələrdə isə 17,6%. Yəni, səviyyələr aydın oldu. 1970-80-ci illərdə Heydər Əliyevin uzaqgörən siyasəti ilə Respublika Azərbaycanda 28.300 şagird yeri olan 90 məktəb tikilmişdir. 70-ci ildə. 1975-ci ildə isə bundan 2 dəfəyə yaxın çox olan, yəni 48.200 nəfərlik 100 məktəb binası tikildi. Ümumiyyətlə isə həmin illərdə, yəni 1970-80-ci diqqətini çatdırmaq istəyirəm ki, bu 849 məktəbin hamısı məktəb üçün nəzərdə tutulmuş binalar olur. Və bugün belə məktəblərin sayı Azərbaycanda cəmi 1275 ədəddir. Nəticədə şagirdlərin ikinci növbədə oxuma göstəricisi 1985-ci ildə 24,9%-ə enmişdir. Yəni, bu deməkdir ki, 1985-ci ildə Azərbaycanda şagirdlərin 75,1%-i birinci növbədə təhsil almaq imkanı var. Həmin illərdə məktəblərin tədris, texnik əlində çalışan 108 min müəllimdən 65,3%-i ali təhsil oldu. Halbuki 70-ci ildə bu rəqəm 51,7%-dir. 5-ci, 11-ci siniflərdə 2718 nəfərə çatmasına səbəb olmuşdur. O cümlədən 3 nəfər Azərbaycanlı müəllim həmin dövrün ən yüksək adı olan sosialist əməyə qəhrəmanlığı görmüşdür. Və 2 nəfər Azərbaycanlı müəllim də həmin dövr üçün ən yüksək müəllim adı olan SSR-i xalq müəllim adı almışdır. 817 nəfər müəllim Azərbaycan SSR-in əməkdar müəllim adını alır. Müəllimlərimiz SSR və Respublika Ali Sınıfı. Burada təhsil alanların sayı isə 2,5 dəfə artmışdır. Bu dövrdə Azərbaycanda gedən iqtisadi quruculuq prosesi, sənaye və kənd təsərrüfatının intensiv inkişafı, Heydər Əliyev hakimiyyətə gəlişinin ilk 2 il ərzində 16 yeni texnik peşə məktəbini açdı. 20 texnik peşə məktəbini isə orta texniki peşə məktəbinə çevirdi. 3120 şagird yeri olan tədris və 2520 yerli yataqxana binaları tikdirdi. Əlavə olaraq 244 tədris emalxanası, kabinet və laboratoriyalar yaradıldı o illərdə. 1971-75-ci illərdə 31 orta kənd texnik peşə məktəblərinin şəbəkəsini genişləndirmək və onların işini yaxşılaşdırmaq tədbirləri haqqında qərar qəbul olundu. Bundan sonra keçən 4 il ərzində kənd texnik peşə məktəblərinin şəbəkəsi 3 dəfə artaraq onların sayı 44-ə çatdırıldı. 1976-80-ci illərdə texniki peşə təhsili sisteminin iqtisadi və sosial inkişafı planı hazırlanıb təsdiq olundu. Məhz bu plana uyğun olaraq peşə təhsili müəssisələrində 235 peşə və ixtisas üzrə 43 nazirlik və baş idarə üçün ixtisaslı təzə kadrlar hazırlanır. 1970-82-ci illərdə Respublikamızda texniki peşə təhsil şəbəkəsinin inkişaf dinamikasının təhlili göstərir ki,
1970-ci ildə fəaliyyət göstərən 76 texniki peşə məktəbində 40,9 min şagird təhsil alırdısa, bu rəqəm müvafiq olaraq 80-ci ildə 173 məktəb, 76-nın əvəzində 173 məktəb və 99,8 min şagird. Yəni 2 dəfədən çox artıq. 1982-ci ildə isə 184 məktəb və 109 min şagirdə çatdırılmışdır. 82-83-cü dərs ilində 184 texniki peşə məktəbində 230 peşə üzrə 110 min şagird təhsil alır. 1970-ci ildə mövcud olmuş texniki peşə məktəbləri şəbəkəsi və orada təhsil alan tələbə kontingenti ilə müqayisədə, yəni son rəqəm 2 dəfədən də çox olmuşdur. Ümumiyyətlə, 1978-87-ci illərdə Azərbaycanda 5276 şagird yer olan texniki peşə kompleksləri, 2400 şagird yer olan tədris binaları, 2800 şagird yer olan laboratoriya təcrübə korpusları, ümumi sahəsi 15559 kvadrat metr olan yataqxana binaları tikilib istifadə edilmişdir. Bu illərdə 194 təhsil istehsalat emalatxanası, 786 tədris kabineti və laboratoriyası, ümumi torpaq sahəsi 1427 hektar olan 22 təlim təsərrüfatı yaradılmışdır. Bütün bunların nəticəsi idi ki, o illərdə Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində çalışan ixtisaslı fəaliyyələrin 70-80%-ını məhz elə texniki peşə məktəblərinin məzunları təşkil edir. İndi bəlkə də Azərbaycanda texniki peşə məktəblərinə maraq azalıb, ictimaiyyətdə ona qiymət vermən deyil. Ancaq mən şəxsən belə hesab edirəm ki, o vaxt gələcək ki, o vaxt çox uzaqda deyil, belə məktəblərə bütün inkişaf etmiş ölkələrdə olduğu kimi çox böyük ehtiyac olacaq. Təəssüf bizim cəmiyyətimiz bugün ona qiymət, yəni ədalətli qiymət verə bilir. 1970-80-ci illərdə orta ixtisas təhsil şəbəkəsinin də inkişaf etdirilməsi Möhtərəm Heydər Əliyevin diqqət mərkəzində olmuş. Azərbaycanda məhz elə həmin dövrdə 7 texnikum, mən adlarını sadalamaq istəmirəm, burada qeyd eləmişəm, açılmış, fəaliyyət göstərən tədris müəssisələrinin maddi texniki bazası xeyli gücləndirilmişdir. Belə ki, həmin illərdə Gəncə İnşaat Texnikumu üçün ümumi sahəsi 2800 kvadrat metr olan yeni tədris korpusu, 436 yerlik 2 yataqxana korpusu, Şuşa Pedagojik Texnikumu üçün yeni yataqxana korpusu, Bakı Neft Texnikumu üçün 920 yerlik 2 yataqxana korpusu, Bakı Kitabxanaçılıq Texnikumu üçün 2800 kvadrat metr yeni tədris korpusu və 394 yerlik 5 mərtəbəli yataqxana binası, Bakı Plan İqtisad Texnikumu üçün faydalı sahəsi 4700 kvadrat metr olan yataqxana və yeməkxana korpusu, Şəki Pedagoji və Naxçıvan Politexnik Texnikumları üçün yeni yataqxana kompleksləri və s. tikilib istifadəyə verilmişdir. Artıq 1979-80-ci illərdə Respublikanın orta ixtisas məktəblərinin ümumi sahəsi 383.253 kvadrat metr olan tədris korpusundan ümumi sahəsi 120.000 kvadrat metrə çatan zəngin yataqxana binalarına malik edirlər. 70-ci illərdə Azərbaycanın ali məktəblərində böyük inkişaf yoluna qədəm qoymuşdur. O dövrdə 6 ali məktəb, o cümlədən Azərbaycan Dövlət Neft və Kimya İnstitutu, Azərbaycan Dövlət Universiteti, Azərbaycan Pedagoji İnstitutu, Azərbaycan Dövlət Konservatoriyası, o zaman belə adlandırılırdılar. Azərbaycan Kənd Təsərrüfatı İnstitutu, Azərbaycan Tibb İnstitutu, Heydər Əliyevin şəxsi təşəbbüsü ilə keçmiş Sovet İttifaqının ən yüksək ordenlərinə layiq olmuşdur.
bir çox ali məktəb işçiləri yüksək dövlət mükafatları ilə təltif olunmuşlar. 1980-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan SSR Əməkdar Ali Məktəb İşçisi adı təsis olunmuş. Bütün bu tədbirlər tezliklə ali məktəb həyatında mənəvi psixoloji iqlimin kökündən dəyişdirilməsinə səbəb olmuş, ali təhsildə yeni keyfiyyət dəyişikliklərinə gətirib çıxartmışdır. 70-ci illərdə və 80-ci ilin əvvəllərində ali təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də böyük işlər görülmüşdür. Ölkə rəhbərinin təşəbbüsü və qayğısı ilə ali məktəblər üçün tədris korpusları, yataqxana kompleksləri tikilmişdir. 1971-75-ci illərdə neft və kimya, rus dili və ədəbiyyatı, Gəncə pedaqoji institutları, eləcə də Azərbaycan Dövlət Universiteti üçün tikilmiş nəhəng tədris korpuslarının hesabına Respublikamızda fəaliyyət göstərən ali məktəblərin tədris sahələri 238.000 kvadrat metrə çatmışdır. 1975-80-ci illərdə inşaat mühəndisləri, politexnik, dövlət pedaqoji institutları və Azərbaycan Dövlət Universiteti üçün tikilmiş tədris korpuslarının hesabına isə Respublika üzrə bu göstərici 372.000 kvadrat metrə çatdırılmışdır. Əgər 1971-75-ci illərdə intensiv aparılan tikinti işləri nəticəsində ali məktəblərimizin yataqxana komplekslərində ümumi yaşayış sahəsi 35,8 kvadrat metr artırılmışdırsa, 35,8 1980-ci ildə, yəni cəmi 5 il sonra bu rəqəm 219.000 kvadrat metrə çatdırılmışdır. Burada neft və kimya institutu üçün və digər ali məktəblər müdafiəsi mən sizi görmək istəmirəm. Heydər Əliyevin 1970-80-ci illərdə Azərbaycanda ali təhsil inkişafı yolundakı böyük xidmətlərindən biri də yeni ali təhsil ocaqlarının yaradılması idi. Ümumiyyətlə, 1970-82-ci illərdə Azərbaycanda 5 yeni ali məktəb yaradıldı. Hansı ali məktəblər? Bilməyənlər üçün demək istəyirəm. İnşaat Mühəndisləri İnstitutu, Texnologiya İnstitutu, Xarici Dillər İnstitutu, Naxçıvan Pedaqoji İnstitutu və Xankəndi Dövlət Pedaqoji İnstitutu. Bu 5 institut həmin illərdə yaradılmışdır. O illərdə çoxlu sayda ixtisaslar, kadralar, problem laboratoriyaları açılmışdır. Əgər 1960-cı illərin sonunda Respublikamızda 12 ali məktəb fəaliyyət göstərirsə və bunların 105 fakültəsində 450 kadra var idisə, burada 139 ixtisas üzrə kadr hazırlığı aparılırsa, 1982-ci ildə artıq 136 fakültənin 530 kadranı birləşdirən 17 ali təhsil müəssisəsi fəaliyyət göstərirdi ki, bütün bu uğurlar da şübhəsiz Heydər Əliyevin ali təhsil inkişafına, Respublikanın kadr potensialının gücləndirilməsinə, vətəndaş qayğısının nəticəsi başqa bir söz söyləmək olmaz. Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafındakı müstəsna xidmətlərindən biri də şübhəsiz 1970-80-ci illərdə onun bilavəsdə şəxsi təşəbbüsü ilə Azərbaycandan kənarda keçmiş SSR-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox ən məşhur ali məktəblərində Respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən və ən zəruri ehtiyac duyulan 250-dən çox ixtisas üzrə 15.000-dən artıq Azərbaycanlı gənclərin təhsil almasına, yüksək ixtisaslı mütəxəssislər üçün hazırlanmasına imkan və şərait yaradılmışdır. Deməli, qısa bir müddət ərzində 15.000 mütəxəssis var Azərbaycandan kənarda. 1900, diqqət edin, xahiş edirəm, 69-70-ci dərs ilində, onda biz hamımız, tələbə olanımız da var idi, üstə işlənlər də var idi, burada oturanların əksəriyyəti.
deməli 1969-70-ci ildə əslində Respublikadan kənara 60 nəfər göndərmək planlaşdırıldı. Mən bu rəqəmləri dəqiq sayıram. 69-70-də. Vurtut 47 nəfər təhsil almağa göndərmişdir. Deməli, bir də deyirəm, 69-70-ci ildə Azərbaycandan kənara göndərilməsi nəzərdə tutulan adamların sayı 60 nəfər idi. Falan yerinə yetirilməmiş, cəmi 47 adam göndərmişdir. Az müddətdə bu rəqəm 1969-cu illə müqayisədə 1975-ci ildə 14 dəfə artaraq 700 nəfərə yaxınmışdır. 1975-ci ildən başlayaraq gənclərin Respublikadan kənara yüksək təhsil almağa göndərilməsi daha intensiv xarakter alıb və 1970-ci ildən etibarən Respublikadan kənara hər il 809 nəfər tələbə göndərilməsinə nail olur. Bu da əvvəlki illərlə müqayisədə həm tələbələrin, həm ali məktəblərin, həm ixtisasların sayı, həm də onların Azərbaycan üçün əhəmiyyətliyi baxımından yüksək artım surəti ilə müşahidə edilmişdir. Belə ki, təkcə 1977-ci ildə 1970-ci illə müqayisədə göndərilən tələbələrin sayı 818 nəfərə, ixtisasların sayı isə 5 dəfə artaraq 244-ə çatdırılmış. Ali məktəblərin sayı isə 140-a, ali məktəblərin yerləşdiyi şəhərlərin coğrafiyası isə genişlənərək 40-a qədər yüksəlmişdir. Bu proses sonraki illərdə, yəni 78-82-ci ildə daha intensiv xarakter almış və 1970-ci illə müqayisədə 1982-ci ildə tələbələrin sayı 11% artmış, ali məktəblərin sayı isə 151-dən 170-ə yüksəlmiş. Bir vacib məqamı da xüsusi olaraq qeyd eləmək istəyirəm. Azərbaycandan kənarda təhsil alanların milli tərkibində Azərbaycanlıların yeri 1970-ci ilədək 40% təşkil edir. Yəni 60%-i başqa millətlərin nümayəndələri idi. Möhtərəm Prezidentimizin apardığı uzaqgörən siyasətin nəticəsində 1976-cı ildə bu rəqəm 85%-a, 1977-ci ildə 92%-a, 1980-ci illərin əvvəllərində isə 97,6%-a yüksəlmiş. Yəni, gedən adamların artıq əksəriyyətdə Azərbaycanda demək. Heydər Əliyevin 70-80-ci illərdə Respublikadan kənarda keçmiş SSR-nin aparıcı ali məktəblərində milli kadr hazırlığı sayəsində apardığı siyasətin mühüm istiqamətlərindən biri də hərbi milli kadrların yetişdirilməsi yolundakı tarix xidmətləridir. 70-80-ci illərin ən əhəmiyyətli hadisələrindən biri kimi indi müstəqillik dövründə çox vacib olan Respublikamızda ilk orta və ali hərbi təhsil sisteminin yaradılması ilə yanaşı, o illərdə keçmiş SSR-nin ali hərbi məktəblərindən Azərbaycanlı gənclərin sistemli şəkildə göndərilməsi faktı xüsusilə diqqətə layiqdir. Heydər Əliyevin birbaşa rəhbərliyi ilə 1972-ci ildən etibarən hər il 300-400, 70-ci illərin sonu 80-ci ilin əvvəllərindən isə hər il Azərbaycandan kənara 800-900 nəfər gənc keçmiş SSR-nin böyük təcrübəyə malik olan ali hərbi məktəblərinə təhsil almağa göndərilir. Bundan əlavə 1970-ci illərdə Heydər Əliyevin təşəbbüsü ilə Bakıda Gümrük-Naxçıvansk adına hərbi məktəb yaradıldı. Və bu da Azərbaycanda hərbi məktəblər şəbəkəsinin sonraki inkişafında mühüm rol oynadı. Bilirsiniz ki, bu yaxınlarda həmin məktəbin 30 illik yubileyi qeyd olunur. İftixar hissi ilə qeyd etmək istəyirəm ki, bugün müstəqil Azərbaycanın milli ordusuna rəhbərlik edən zabitlərin böyük əksəriyyəti məhz Heydər Əliyevin xeyirduası ilə o illərdə
təhsil almağa göndərilən gənclər və məzunlar. Azərbaycanlı gənclərin Respublikadan kənarda təhsil alması üçün Heydər Əliyevin həmin illərdəki uzaqgörən siyasəti, konkret fəaliyyəti, atdığı cəsarətli addımlar əslində iki tarixi missiyanı həyata keçmək məqsədi güdürdü, mənim fikrimcə. Bunlardan biri ondan ibarət edir ki, bizim ali məktəblərimizdə o zaman o ixtisaslar üzrə kadr hazırlamaq imkanımız yox idi. Gəncləri göndərirdik və onlar oranı tutarıb gəlib Azərbaycanda çalışırdılar. İkinci bir məqsəd və mənə belə gəlir ki, heç də birincidən az əhəmiyyətli olmayan bir məqsəd də ondan ibarət edir ki, o zamanki SSR-nin indi Rusiya, Belarus, Ukrayna, Baltikanın və s. oldu. Ali məktəblərinin bitirən gənclərdən bir hissəsi istər-istəməz o ölkələrdə qaldılar. Və mən belə düşünürəm ki, bu da məqsədli idi. İndi biz araşdırmışıq təqdir. Bugün həmin ölkələrdə Azərbaycan diasporunun əsasını məhz həmin gənclər təşkil edirlər. Yəni, o dövrdə Azərbaycandan SSR-nin ali məktəblərinə göndərilmiş gənclərin orada qalan hissəsi bugün Azərbaycan diasporunun Rusiyada, Ukraynada, Belarusda, Baltikan ölkələrdə əsas özəyini təşkil edirlər. Bugün qətiyyətlə demək olar ki, Heydər Əliyevin Azərbaycana uzun müddətli rəhbərliyinin ən samballı göstəriciləri həm də Respublikada Azərbaycançılıq məfkurəsinin və milli ruhun hədsiz yüksəlişi, milli özündəki təmin olunması, xalqın tarixi yaddaşının özünə qaytarılması, milli dövlətçilik arzularının və hisslərinin güclənməsi və real siyasi amilə çevrilməsi olmuşdur. İndi təkcə Respublikamızda deyil, həm də dünyanın qabaqçıl ölkələrində belə Azərbaycanın intibah dövrü kimi dəyərləndirilən o illər xalqımızın qəlbində, onun düşüncələrində azadlıq, müstəqillik, dövlətçilik ideyalarının canlanmasına real zəmin yaratmışdır. Və bizim fikrimizcə 90-cı illərin əvvəllərində başlamış milli azadlıq hərəkətinin mənavi əsası və mənəvi əsası və hərəkət verici qüvvəsi də elə o illərdə yaranmağa başlamışdır. 1969-82-ci illərdə Azərbaycanımızın şöhrətinin artması, onun bütün dünyada tanınması, eyni zamanda xalqımızın elm, təhsil və mədəniyyətinin, tarixi adət və ənənələrinin təbliği istiqamətində həyata keçirilən tədbirlər də Azərbaycançılıq və soy kökə qayıdış ideyalarının dirçəlməsində mühüm yer tutur. Azərbaycanın tarixi şəxsiyyətlərinin adlarının əbədiləşdirilməsi, görkəmli elm, təhsil və mədəniyyət xadimlərinin o dövrki SSR-nin ən yüksək fəxri adlarına layiq görülməsi, keçmiş SSR-nin respublikalarında və bir sıra sosialist ölkələrində Azərbaycan mədəniyyəti və incəsənəti günlərinin keçirilməsi, Respublikamızın qədim və böyük mədəniyyət diyarı olduğunu bütün dünyaya bəyan edir. Təsadüfi deyil ki, Azərbaycan dili ilk dəfə Heydər Əliyevin Respublikada rəhbərliyi dövründə əlbəttə tədricən həqiqi dövlət dili statusu aldı və bu tarixi akt Azərbaycan SSR-nin 1978-ci il Konstitusiyasında təsbit olundu. Aydın məsələdir ki, o dövr üçün bu son dərəcə cəsarətli addımın atılması heç də asan məsələ deyildir. Dövlət başçısının 1982-87-ci illərdə SSR-nin siyasi rəhbərliyində ali vəzifələrdən birini tutması da onun fəaliyyətinin milli məzmununa heç bir xələl gətirmədi. Əksinə, doğma xalqın müqəddəratı onu daim düşündürürdü. Azərbaycanın müstəqil dövlətə çevirmək arzusu bu qüdrətli dövlət xadimini heç vaxt tərk etməyəcək. Həmin illərdə möhtərəm Heydər Əliyev SSR Nazirlər Soveti sədrinin birinci müavini kimi bir çox sahələrlə yanaşı təhsil sektoruna da rəhbərlik həyata keçirir. Bu dövrü
tamamilə haqlı olaraq SSR-də təhsil sisteminin yüksəlişi dövrü adlandırırlar. Bu yüksəliş bilavasitə Heydər Əliyevin müstəsna xidmətləri ilə bağlı idi. Təsadüfi deyil ki, 1984-cü ildə SSR-də başlanan təhsil islahatlarına da məhz Heydər Əliyev rəhbərliyi edir. O dövrdə məktəb islahatı ilə bağlı rəsmi şəkildə qəbul edilmiş dövlət sənədlərindəki müddəaların bir qismi bu gün də öz aktuallığında qalmaqdadır. Xüsusilə o dövr üçün deyilmiş fikirləri sizin xatırınıza saldım. Yəni, xatırlatmaq istəyirəm. Xüsusilə təhsilin demokratikləşdirilməsi, idarə etmənin dövlət ictimai xarakterdə qurulması, 6 yaşlı uşaqların təhsili üçün zəruri şəraitin yaradılması, təhsil sahəsində elmi tədqiqat işlərinin gelişləndirilməsi, az təminatlı ailələrdən olan sağlamlıq imkanları məhdud, kimsəsiz və valideyn himayəsindən məhrum olan uşaqların sosial müdafiəsi və bu kimi digər məsələlər 18 il keçsə də indi də öz əhəmiyyətini itirmir. O zaman da əhəmiyyətliydi, bu gün əhəmiyyətlidir. Ötən əsrin sonuncu 10 illiyi bəşər tarixinə nəinki ölkənin, Sovetlər Birliyinin dağılması kimi tarixi bir hadisə yansıdır. Tamamilə təbii olaraq vaxtilə bu birliyə daxil olmuş ölkələr bir-birinin ardınca öz müstəqillik aktlarını bəyan etdilər. Başqa sözlə, bu ölkələr bir ictimai siyasi formasiyadan digərinə keçid kimi bir dilemma ilə qarşı-qarşıya durdular. Ölkəmizin bu tarixi dövrdə xronoloji inkişaf dinamikası izlənilərkən açıq-aşkar görülür ki, Azərbaycan üçün həmin dövr başqa ölkələrə və xalqlara nisbətən daha çətin, daha problemli, daha mürəkkəb olmuşdur. Torpaqlarımızın mənfur qonşumuz tərəfindən işğalı, çoxsaylı insan tələfatı ilə müşahidə olunan müharibə, bir-birinin ardınca naşı, səriştəsiz, milli mənlik hisslərindən uzaq adamların ölkə rəhbərliyinə gəlişi, hakimiyyət davası, hərcmərcilik həmin dövrdə Azərbaycan Respublikası üçün tam səciyyəvi olan əsl reallıq idi. Bütün bunların nəticəsində ölkəmiz vətəndaş müharibəsinə çatmışdı. Millətimiz olum və ya ölüm dilemması qarşısında qalmışdı. Bütün xalq, hamı vəziyyətin stabilləşməsini, normal həyat tərzinin bərqərar olmasını, ictimai, sosial və iqtisadi münasibətlərin tez bir zamanda tənzimlənməsini arzuluydu və gözlüydü. Belə bir şəraitdə xalqın tələbi ilə ölkəmizdə siyasi hakimiyyətə qayıdan möhtərəm Heydər Əliyev Azərbaycanı dağılmaq, parçalanmaq və məhv olmaq təhlükəsindən xilas elədi. Müstəqil Azərbaycanın inkişaf tarixi məhz elə bu dövrdə hesablanmağa başlandı. 1993-95-ci illər hakimiyyətə hücumlar, ölkə rəhbərinə sui-qəsdlər, bütün vasitələrlə mane olmalar, perspektiv üçün görülən hər bir işə, atılan hər bir müsbət addıma, min bir yolla qara yaxmalar, bir sözlə inkişafı tormozlama halları ilə xarakterik olmuşdur. 1993-95-ci illər. Ölkə daxili bu cür ciddi problemlərin tuğyan etdiyi bir dövrdə dövlət başçımızın, prezidentimizin polad iradəsi, onun qətiyyəti və müdürçiliyi xalqımızda xoşbəxt gələcəyə böyük inam yaratdı. Azərbaycan 1994-cü ilin may ayında NATO-nun Avropa və dünyada sülhün, əmin-amanlığın bərqərar olmasına xidmət edən sülh naminə tərəfdaşlıq proqramına qoşuldu. Həmin ilin sentyabr ayında bugünkü və gələcək nəsillərin yaddaşında əbədi yaşayacaq
əsrin müqaviləsi kimi daxil olan neft müqaviləsi imzalandı. Azərbaycan Avropa Atlantik Əməkdaşlıq Şurasına üzv qəbul olundu. Dünya siyasətini müəyyən edən dövlətlər və siyasətçilərlə yaxın əlaqələr yaradıldı. Azərbaycan prezidenti 1994-cü ilin sentyabr ayında Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin 49-cu sessiyasının tribunasından Azərbaycan həqiqətlərini bütün dünyaya bəyan etdi. Bu ölkənin sülhsevər, humanist, demokratik dəyərlər üstün tutduğunu bir daha dünyada sübut elədi. Möhtərəm prezidentimizin şəxsi rəhbərliyi altında 1995-ci ildə müstəqil Azərbaycanın ilk konstitusiyası hazırlandı və ümumxalq səsverməsi yolu ilə həmin ali qanun həyata vəsiqə qazandı. Sanki bu tarixi hadisə Azərbaycanda demokratik təsisatların yaranması, insan hüquq və azadlıqlarının qorunması, hüquq islahatlarının aparılması kimi proseslərin intensiv şəkildə həyata keçirilməsi üçün bir yaşıl işıq yandırdı. Azərbaycan dövlətinin bu istiqamətdəki siyasətinin prioritetləri əsasında bütün sahələrdə, o cümlədən də təhsil sahəsində islahatlara hazırlıq mərhələsi məhz 1995-98-ci illərdə başlandı. Bu zaman artıq müəyyənləşdirilmiş istiqamətlər üzrə hüquqi baza möhkəmləndirilir, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurulur, vətəndaşların Azərbaycan Konstitusiyasında təsbit olunmuş bütün hüquq və azadlıqları ilə yanaşı, təhsil hüquqlarının da təminatı həyata keçirilirdi. Yeni iqtisadi sistemə keçid şəraitində konkret təhsil siyasəti formalaşdırılır, sistemin təkmilləşdirilməsi, yeniləşdirilməsi məqsədi ilə islahatlara intensiv hazırlıq işləri aparılırdı. 1998-ci ildə Cənab Prezident təhsil sahəsində islahat proqramının hazırlanması üçün öz şəxsi sərəncamı ilə dövlət komissiyası yaratdı. Başqa sözlə, artıq təhsil sahəsində konkret strateji proqram üzrə islahatların aparılması bəyan olundu. Dövlət komissiyası tərəfindən çox qısa bir müddətdə Azərbaycan Respublikasının təhsil sahəsində islahat proqramı hazırlandı və ətraflı müzakirələrdən sonra təkmilləşdirilmiş variantda 1999-cu ilin iyun ayının 15-də ölkə başçısı tərəfindən təsdiq olundu. Bununla da Azərbaycan təhsilinin gələcək inkişaf konsepsiyası müəyyənləşdirildi. Təhsilin ayrı-ayrı pillələri üzrə əməli fəaliyyətə başlandı. Faktiki olaraq Azərbaycanda islahatlar prosesinə Dünya Bankının qoşulması, digər beynəlxalq təşkilatların islahat prosesində fəal iştirakı, Azərbaycan təhsilinin dünya təhsil sisteminə sürətli inteqrasiyası, inkişaf etmiş ölkələrlə təhsil sahəsində partnyorluq əlaqələrinin intensiv şəkildə genişləndirilməsi əslində Heydər Əliyev şəxsiyyətinin beynəlxalq aləmdə böyük nüfuzu ilə sıx bağlı olan bir məsələdir. Məhz elə bunun nəticəsidir ki, bugün dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər ixtisas üzrə 3000-dən artıq Azərbaycanlı gənc təhsil alır. Böyük iftixar ilə qeyd etmək istəyirəm ki, Cənab Heydər Əliyev Respublikamızda ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra xarici ölkələrdə təhsillə bağlı mütərəqqi ənənələr bərpa olundu və hazırda gənclərimiz nəinki Rusiyada, Amerika Birləşmiş Ştatlarında, Böyük Britaniyada, Fransada, Yaponiyada, Türkiyədə, İranda, Çində, Çexiyada, Slovakiyada, Rumuniyada və başqa ölkələrdə, həmin ölkələrin ali məktəblərində uğurla təhsil alırlar. Təqribən 50 xarici ölkədən Azərbaycanın müxtəlif ali məktəblərində 2000-dən çox tələbə, magistr, aspirant, elmi biliklərə yiyələnir. Bugün xarici əlaqələr sahəsində əsas strateji
məqsəd möhtərəm prezidentimizin tövsiyələri ilə hər bir ali təhsil müəssisəsinin beynəlxalq fəaliyyət subyektinə çevrilməsinə imkan yaratmaqdır. Avropa İqtisadi Birliyinin, UNESCO-nun və digər beynəlxalq təşkilatların müxtəlif təhsil proqramları və layihələrində iştirak etmək kimi müəyyənləşdirilmişdir. Dünya Bankının Beynəlxalq İnkişaf Asosiasiyasından alınan öyrənmə və innovasiya krediti ilə 1999-cu ilin sentyabrından Azərbaycanda təhsil islahatı layihəsinin həyata keçirilməsinə başlanmışdır. Bu kredit müqaviləsinin Cənab Prezidentin xüsusi sərəncamına uyğun olaraq Beynəlxalq İnkişaf Asosiasiyası ilə Azərbaycan hökuməti bağlamışdır. Artıq Təhsil Nazirliyi Dünya Bankı ilə birgə 2003-2013-cü illərdə Azərbaycanda təhsil inkişafı üzrə strateji istiqamətləri müəyyənləşdirilmiş və yeni saziş üçün fəaliyyət proqramını hazırlamışdır. Möhtərəm Prezidentimizin Azərbaycan müəllimlərinin 1998-ci ilin sentyabrın 25-də keçirilən 11-ci qurultayındakı məktəb tikintisi, təmiri və tədrisatına yardım göstərilməsi ilə bağlı çağırışına cəmiyyətdə böyük əksada vermişdir. Bununla əlaqədar olaraq sizə məlumat vermək istəyirəm ki, məktəb tikintisi, məktəblərin təmir və bərpa işlərinin görülməsi sahəsində xüsusən beynəlxalq təşkilatların, xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirliklərinin apardığı işlər xüsusi qeyd olunmalıdır. Son illərdə müxtəlif xarici təşkilatlar tərəfindən Respublikamızın 10 rayonunda 8936 yerlik 28 məktəb binası tikilir. 15 rayonda 29045 yerlik 70 məktəb binası əsaslı təmin olunur. Tikinti quraşdırma işləri həyata keçirilmişdir bu məktəblərdə. Ümumiyyətlə isə 1998-2000-ci illər ərzində Azərbaycanda 116 məktəb tikilmiş, həmin məktəblərin bəzilərində tikinti yenidən qurma işləri aparılmışdır. Əlbəttə, bu əvvəlki rəqəmlərlə müqayisədə çox azdır. Möhtərəm Prezidentimizin Respublikada siyasi hakimiyyətə qayıdışından sonra ölkənin təhsil sistemində yaranmış güclü inkişaf tendensiyaları, yenilik və novatorçılıq, islahatlar istiqamətində məqsədyönlü fəaliyyət təkcə bunlarla bitmir. Təhsil sektoru üçün büdcə vəsaitinin ardıcıl olaraq ilbəil artması. Mən istəyirəm bu rəqəmləri deyəm. Özdə biraz yavaş-yavaş oluyor. Təsəvvür edin ki, 1992-ci ildə təhsil sektoruna ümumi büdcədən 113,2 milyard manat vəsait ayrılır. 113,2 milyard vəsait 92-ci ildə. Bu rəqəm 1995-ci ildə 375,8 milyard manat olacaq. 2000-ci ildə isə 906 milyard manat olur. Yəni təxminən 9 dəfə yaxın artıqdır. 2003-cü ildə isə 1,2 trilyon manata çatdırılmışdır. Yəni bu ölkənin inkişaf tendensiyasını sübut edir. Ona görə mən bu rəqəmləri çəkdim. Müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi, bununla əlaqədar son 10 ildə onların əmək haqqlarının 9 dəfə artırılması üçün xüsusi fərmanlar imzalanmışdır. Əlbəttə, bugün Azərbaycan müəlliminin ən ciddi problemindən biri onun maaşının aşağı olmasıdır. Ancaq biz gözləyirik ki, bu günlərdə çox ciddi bir fərman olacaq. Dalbadal görürsünüz ki, fərmanlar imzalanır. Öyle təhsillə bağlı bir neçə fərman imzalanır. İndi mən burada onların adını çəkəcəm. Çox güman ki, bu günlərdə müəllimlərin məvacibinin artırılmasıyla bağlı fərman imzalanacaq. Bir faktı da demək istəyirəm sizə. Bu günlərdə Türkiyədə dövlət hesabına təhsil alan 700 Azərbaycanlı tələbənin hər birinə əlavə olaraq
təqaüd verilməsi üçün 2,4 milyard manat vəsait ayrılır. Deməli, indiyə qədər Türkiyədə təhsil alan tələbələr Azərbaycan tərəfindən heç bir təqaüd almırdı. Türkiyə ilə bağlanmış müqavilə əsasən Türkiyə hökuməti onlara təxminən, indi orada kurs testlə dəyişik 50-60 dollar məbləğində təqaüd verirdi. 3 gün bundan əvvəl imzalanmış qərar əsasən hər tələbəyə, 700 tələbənin hər birinə hər ayda 50 dollar biz təqaüd göndərik. Hər anda bu da müsbət addım ki, mən bunu xüsusilə indirmək istəyirəm. Son illərdə Prezidentin qərarı ilə 6 ali məktəbimizə müxtariyyət hüququ verilib, bir çox institutlar universitetə çevrilib və Azərbaycanın təhsil tarixində ilk dəfə olaraq Azərbaycan Müəllimlər İnstitutu və onun 12 regionda filialları yaradılıb, 6 yeni akademiya yaradılıb, Azərbaycan Milli Konservatoriyası yaradılıb, Azərbaycan Təyyarəçilik Məktəbi təsis olunub və bugün Azərbaycanda 15 özəl ali məktəbin fəaliyyəti rəsmi şəkildə qanunlaşdırılıbdır. Təhsil sistemi, təhsil müəssisələrinin idarə olunması işinin müasir mexanizmlərlə qurulması, kompüterlərlə təchizat işinin intensiv şəkildə aparılması, qaçqın vətəndaşlarımızın təhsilinə xüsusi qayğının göstərilməsi, məktəblilərimizin dərsliklərlə təminatı məsələsində dövlət siyasətinin müəyyənləşdirilməsi və sair kimi fəaliyyət məhz möhtərəm prezidentimizin təhsil sisteminə göstərdiyi qayğının nəticəsində mümkün olmuşdur. Təkcə onu qeyd etmək kifayət, son illərdə ibtidai siniflər üzrə hər iki bölmək üçün 24 adda, 5-ci 11-ci siniflər üzrə isə 94 adlı yeni milli dərslər hazırlanıb şagirdlərin istifadəsinə verilmişdir. Ümumi təhsil məktəblərinin ayrı-ayrı sinifləri üçün 14 fən, ibtidai siniflər üçün isə 11 proqram çap olunmuşdur. 5-ci 11-ci sinif dərsliklərinin çapına zəruri şəraitin yaradılması məqsədi ilə 2000-2001-ci ildə Prezidentin qərarı ilə, tapşırığı ilə 7,4 milyard manat faizsiz kredit ayırmışdır. Hal-hazırda bu iş intensiv şəkildə dərsliklərin hazırlanması, nəşri və təminatı sayəsində dövlət proqramına uyğun olaraq davam etdirilir. Yeri gəlmişkən bir vacib məqamı da diqqətinizə çatdırmaq istəyirəm. Elə bu günlərdə dünən möhtərəm prezidentimizin xüsus sərəncamı ilə təsdiq olunmuş yoxsulluğun azaldılması və iqtisadi inkişaf sahəsində dövlət proqramında təsdiq olundu. Dünən oxuda proqramı. 2003-cü ildən etibarən mərhələlərlə büdcədən pulsuz təminatına keçid nəzərdə tutulmuşdur. Çox böyük məsələdir. Bu il biz konkret olaraq demək istəyirəm ki, 5-ci siniflərin dərsliklərinin pulsuz çapına 3 milyard manata yaxın vəsait xərcləyilir. Başqa sözlə, məhz elə möhtərəm prezidentimizin bu tarixi qərarı gələcəkdə 2 milyona yaxın məktəbli ordusunun pulsuz dərsliyi ilə tam təminatı üçün real şərait yaratmışdır. Mən sizə deyim, bəlkə də burada oturan adamların çoxu bilmir, bugün bizim uşaqların böyük əksəriyyəti dərslikləri ala bilmirlər. Və təhsilimizin ən ciddi problemidir. Çünki dərslik olmasa, əlbəttə, bu ali məktəblərdə özünü göstərmir. İndi burada orta məktəbi bitirən adamlar var, ola bilər. Dərslik olmasa, o təhsilin heç bir mənası olur. Hər il bir məlumatda deyim, bunu bilirsiniz, ən yüksək bal toplayaraq Azərbaycanın ali məktəblərinə daxil olan 25 nəfər gənc üçün xüsusi prezident təqaüdü ayrılır. Bu da prezident qayğısıdır. Eləcə də istedadlı gənclər üçün fəxri prezident təqaüdləri verir. Daha istedadlıların adı isə prezidentin fərmanı ilə təsdiq olunmuş qızıl kitaba yazılır. Ümumi təhsildəki ən ciddi yeniliklərdən biri də yeni əlifbaya keçilməsi, Latin qrafikalı əlifbanın tədbiqinin əsl reallığa çevrilməsidir. Mən yordum deyəsənlər, biz vaxt tutar ülkəmizdə. Tarixi çağırışı və bununla əlaqədar xüsusi fərmanın imzalanması
təhsil sistemində bu məsələnin tamlıqla həlli ilə nəticələnmişdir. Azərbaycanın təhsil tarixində ilk dəfə olaraq ümumi orta təhsilin dövlət standartları və bazis tədris planı 1999-cu ildə hazırlanıb, hökumət tərəfindən təsdiq olunmuşdur. Bu tədris planında, bazis tədris planında şagirdlərin yaş və fizioloji xüsusiyyəti nəzərə alınmaqla hazırlanan, yəni bu çox variantlı işçi tədris planlarının tədbiqinə, şagirdlərin meylini və maraqlarının nəzərə alınmasına imkan verilmişdir. Məktəblərimizdə humanistləşdirmə, demokratikləşdirmə prinsiplərinin reallaşması üçün əlverişli şərait yaradılmışdır ki, bunlar da ölkə başçısının ümumi orta təhsili inkişaf etdirilməsi istiqamətində qarşıya qoyduğu konkret tapşırıq və vəzifələrlə birbaşa bağlıdır. Bütün bunlarla yanaşı, məktəbə qədər texniki peşə və orta ixtisas təhsili müəssisələrinin şəbəkəsinin optimallaşdırılması, səmərəli fəaliyyəti üçün şəraitin yaradılması, ixtisas artırma və yenidən hazırlanma təhsili sisteminin müasir tələblərə uyğun yenidən qurulması, keyfiyyətin qiymətləndirilməsinin yeni mexanizminin hazırlanması, Dünya Bankı ilə birgə 10 illik islahat strategiyasının müəyyənləşdirilməsi, təmir və yenidən qurulma işlərinə 3,8 milyard manat, Təhsil Nazirliyinin yeni inzibati binasının istifadə verilməsi üçün 1,8 milyard manat, kredit sazişi çərçivəsində islahat proqramının reallaşdırılması istiqamətində Azərbaycan tərəfindən düşən pay üçün 1,6 milyard manat, Bakı şəhərində yerləşən 3 orta ümumi məktəbində təmir, bərpa işlərinin aparılması üçün 257 milyon manat, ümumilikdə isə hökumət tərəfindən təhsil sektoruna 7 milyarda yaxın investisiya vəsaiti ayrılmış və bütün bu vəsait təyinatı üzrə istifadə olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ATƏT-in İstanbul zirvə toplantısında Gürcüstan və Türkiyə prezidentləri ilə birgə imzaladığı sazişin çərçivəsində artıq tikintisinə başlanmış Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri boyunca Azərbaycan ərazisində yerləşən yaşayış məntəqələrinin gələcək 2-3 il ərzində sosial sahələri, o cümlədən həmin ərazidə yerləşən 41 yeni məktəb binasının tikintisi, əsaslı təmiri və onların avadanlıqlarla tədrisatı üçün 6 milyon Amerika Birləşmiş Ştatları dolları məbləğində vəsait ayrılmışdır. Mən bunu görə deyirəm ki, Heydər Əliyev elə düşünülmüş müdiri siyasət aparır ki, onun siyasətinin hər bir hissəsində təhsil sistemi özəksini tapır. Yəni, burada da təhsilə birbaşa 6 milyon dollar vəsait ayrılır. Ali təhsil pilləsində bir məqamı qeyd eləmək istəyirəm. Ödənişli əsaslarla təhsil alma barəsində möhtərəm prezidentimizin tərəfindən 1995-ci ildə imzalanmış tarixi sərəncam faktiki olaraq bu pillərin sonraki illərdə intensiv inkişafı üçün real zəmin yaratmışdır. Bunu burada oturanların hamısı təsdiq edir. Məhz bu istiqamətdə əldə edilmiş əlavə maliyyə vəsaitinin hesabına qətiyyətlə demək istəyirəm ki, ali məktəblərimizin tam əksəriyyəti maddi texniki baza və tədrisat problemlərini həll etmiş, həmin tədris müəssisələrində fəaliyyət göstərən elmi pedaqoji kadr potensialının əmək haqqı xeyli yüksəlmişdir. Təkcə onu demək kifayətdir ki, məhz elə bunun nəticəsində Respublikamızın dövlət ali təhsil müəssisələri, xahiş edirəm diqqət getirin, 1998-ci ildə 30,3 milyard manat, 2000-ci ildə 59,2 milyard manat, 2002-ci ildə isə 74,6 milyard manat əlavə gəlir edilir. Və bu vəsaitlər həmin tədris müəssisələrinin inkişafına yönəldilmişdir. Onu da qeyd etmək istəyirəm ki, möhtərəm prezidentimizin məktəblərin tikintisi və maddi texniki bazasının
möhkəmləndirilməsi ilə bağlı 2002-ci ilin oktyabrın 4-də imzaladığı fərmanla bu işin perspektiv inkişaf strategiyası müəyyənləşdirilmişdir. Aparılmış analitik təhlillərə uyğun olaraq 2003-2007-ci illər üçün təmir-tikinti işlərinin dəqiq proqnozu verilmiş, nəticədə Cənab Prezident 3 gün bundan əvvəl fevralın 17-sində 2003-cü ildə xüsusi sərəncamla 5 illik inkişaf proqramı təsdiq edilmişdir. Həmin proqrama əsasən məlumat verirəm sizə. 2003-2007-ci illərdə, yəni 5 il ərzində Azərbaycanda 44.698 şagird yerlik 149 yeni məktəb tikiləcək. Bu Azərbaycanın öz hesabı. Bir də oxuyuram. 44.698 şagird yerlik 149 yeni məktəb tikiləcək. 25.560 şagird yerlik 175 məktəbdə 1328 əlavə sinif otağı inşa olunacaq. Bu nə deməkdir? Elə məktəb var ki, bugün məsələ 4 növbədə Bakıda məktəb, işləm məktəb var. Ancaq həyətində yer var. Biz o məktəbləri müəyyənləşdirmişik. Həyatında, onun həyətində zəruri olan sayda sinif otaqlar tikilib, bu məktəb istifadəsi edilir. 164.690 şagird yerlik 408 məktəbin əsaslı təmiri planlaşdırılmışdır. Bu da Azərbaycan məktəbinin son dərəcə qısa bir müddətdə dinamik inkişafının təminatı üçün real zəmin yaratmışdır. Qeyd olunmalıdır ki, bütün bu işlərin görülməsi üçün 5 il ərzində dövlət büdcəsindən 270 milyard manata yaxın investisiya qoyuluşu nəzərdə tutulmuşdur. Və diqqətinizə çatdırım ki, bütün o məktəblərin hamısı müasir avadanlıqlarla, təlim texniki vasitələrlə təchiz olunur. Bugün Azərbaycan təhsilində möhtərəm prezidentimizin imzaladığı islahat proqramı və dövlət təhsil siyasətinə uyğun gələcək strateji fəaliyyət tam dəqiqliyi ilə müəyyənləşdirilmiş. Cənab Prezidentin sözləri ilə desək, Azərbaycan təhsil sisteminin dünya təhsil sistemi standartlarına uyğunlaşması üçün 10 illik fəaliyyət planı hazırlanmışdır. Strateji fəaliyyətin əsas istiqamətləri hansılardır? İstəyirəm bunu diqqətinizə çatdırım. Müəllim hazırlığının müasir tələblər səviyyəsində yenidən qurulması. Bu birbaşa ali məktəblərə aiddir. Müəllim hazırlığının müasir tələblər səviyyəsində, çərçivəsində yenidən qurulması. Ümumi təhsildə məzmunun təkmilləşdirilməsi. Yeni qiymətləndirmə mexanizmlərinə keçid. Əks mərkəzləşdirmə prinsiplərinə uyğun demokratik əsaslarla ictimai dövlət idarəetmə modellərinin tətbiqi. Təhsil siyasətinin tam realizəsi. Təhsil sistemində elmin, eləcə də elmi tədqiqatların inkişaf etdirilməsi. Tədris prosesində informasiya və kommunikasiya texnologiyalarından geniş formada istifadə olunması. Təminat problemlərinin uğurlu həlli. Təhsilin maliyyələşdirilməsində yeni iqtisadi mexanizmlərin hazırlanması. Təhsil müəssisələrinin müasir kompüter texnologiyaları ilə təchizatı və proqram təminatı. Təhsil almada hamı üçün bərabər şəraitin yaradılması kimi aktual məsələlər daxil olmuşdur. Beynəlxalq təcrübəyə əsaslanaraq müasir metodikaları, təlim texnologiyalarını, mütərəqqi üsul və vasitələri, prosesin qiymətləndirilməsinin yeni metodlarını da özündə əks etdirən təhsil proqramlarına keçidin təmin olunması, təhsilin məzmununda inteqrasiya modellərinə keçid, humanistləşdirmə prinsiplərinə əsaslanan təhsil verən, təhsil alan münasibətlərinin yeni müasir modellərinin inkişaf etdirilməsi, milli tərbiyə konsepsiyasının hazırlanması, fasiləsiz təhsil kontekstində ixtisas artırma və yenidən hazırlanma təhsilinə tam
yeni mexanizmlərin gətirilməsi, peşə ixtisas təhsilində mütəxəssis hazırlığının, əmək bazarının və bazar iqtisadiyyatının tələblərinə uyğun həyata keçirilməsi, təhsil sisteminin inkişafına məqsədli investisiyaların cəlbi və s. kimi strategiyalar Azərbaycan təhsilinin inkişaf perspektivləri kimi müəyyənləşdirilmişdir. Dünya təhsil sisteminə inteqrasiyanın gücləndirilməsi məqsədi ilə proyektlər, proqramlar, layihələr üzərində işlərin müntəzəm olaraq aparılması da gələcək fəaliyyət proqramında öz əksini tapmışdır. Dünya Bankı ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində ikinci kredit sazişinin imzalanaraq 4-3-3 modelinə uyğun həyata keçirilməsi üçün artıq bu gün bütün komponent və alt komponentlər hazırlanmış, beynəlxalq ekspertlər və məsləhətçilərlə razılaşdırılaraq Dünya Bankının mərkəzi ofisinə təqdim olunmuşdur. Bizim fikrimizcə, bu da Azərbaycanın təhsilinin yaxın gələcəkdə daha da intensiv inkişafı üçün son dərəcədə əhəmiyyətə malik olan bir sənəddir. Ölkəmizin geniş ictimaiyyəti ilə bərabər Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlar, qabaqçı dövlətlərin təhsil mütəxəssisləri və ekspertləri Azərbaycan təhsilinin inkişaf perspektivlərini yüksək qiymətləndirərək onun gələcəyinə nisbinliklə baxırlar. Bu faktın özü eyni zamanda Azərbaycanın şəxsən ölkə başçımız Möhtərəm Heydər Əliyevin dünya miqyasında malik olduğu müstəsna nüfuzu ilə bizim fikrimizcə birbaşa əlaqədardır. Respublikamızda demokratik devlətin qurulması, insan hüquqlarının və azadlıqlarının beynəlxalq konvensiyalara uyğun müdafiəsi, məqsədyönlü daxili və xarici siyasətin aparılması və bu siyasətin dünya ölkələri tərəfindən dəstəklənməsi, ölkəmizin Avropa Şurasına və digər bu kimi mötəbər qurumlara qəbul olunması, bazar iqtisadiyyatının tələblərinə uyğun iqtisadi siyasətin həyata keçirilməsi Azərbaycana sivil ölkə imici qazandırmışdır. Elə bu yaxınlarda Heydər Əliyev məktəbinin ən layiqli davamçısı olan İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasının sədr müavini və büro üzvü seçilməsi möhtərəm prezidentimizin rəhbərliyi ilə Azərbaycanda aparılan və onun müəyyənləşdirdiyi xarici siyasət kursunun məntiqi davamı vətəndənəsi kimi Azərbaycan xalq tərəfindən çox yüksək qiymətləndirilir. Bütün bunlar bizə bir daha əmin olmağa əsas verir ki, hörmətli seminar iştirakçıları, müasir Azərbaycan təhsili özünün zəngin, mütərəqqi ənənələrinə, milli mənəvi və bəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq inkişaf edəcək, təhsil islahatlarının memarı və qurucusu olan möhtərəm prezidentimiz Heydər Əliyevin müdür tövsiyələri ilə bu yolda öz işini davam etdirəcəkdir. Mənim sözüm bu qədər. Diqqətinizə çox yoruldum sizi, özüm də biraz yoruldum. Danışmaq, oxumaqdan biraz asandır. Təxminən 1 saata qədər çəkdim. 1 saat 10 dəqiqə. 1 saat 10 dəqiqə. Ola bilər ki, bu salonda kiminsə mənə sualı var. Ola bilər kiminsə söz var. Buyursun, mən bir dəfə görüşürük, dinləməyə hazırım. Kimin hər hansı bir sualı varsa, çəkinmədən mənə görür. Azərbaycan təhsil münasibətləri və diploma denklikləri hususunda nə deyirəm? Yeni məlumatlar var mı? Ən yeni məlumat odur ki, mən bilmirəm, demişdim, Azərtaca versinlər. Bizim nümayəndə heyəti getmişdi. Təxminən bir həftə orada qaldılar. Təhsil Nazirliyində bir yürüyüşdə çox geniş, sizin dilinizdə desək, Türkçə tartışmalar oldu. Tartışmaların nəticəsində mən onu çox müsbət qiymətləndirirəm. Deməli, yalnız tibb və beynəlxalq hüquq ixtisaslarından başqa bütün ixtisasların Türkiyə tərəfindən tanınması haqqında sənədə ilk mərhələdə imza atılır. Biz bu yaxınlarda ya bizim ora səfərimiz olacaq, ya onlardan bura gələcəkdir və o sənədə sonuncu imzanı atılır. Mən bunu çox böyük uğur hesab edirəm. Çox böyük uğur hesab edirəm. Bilirsiniz, eyni zamanda biz artıq zor eləmək fikrində deyiləm mən şəxsən.
Çünkü Azerbaycan'da geçmiş Sovyetler Birliği'nde tıp ve hukuk təhsili dünyadan çok farklı. Ona göre bugün biz tələb eləsək ki, hukuk ve tıbbı da tanısınlar, biz səviləmiş olarıq. Mənə belə gəlir ki, biz də öz istiqamətimiz, öz proqramlarımızı tıbb və hukuk sahəsində dəyişməliyik. Dünyada olan təhsil sistemini uyğunlaşdırmalıyıq. Eyni zamanda yer gəlmişkən bir məqamında demək istəyirəm ki, bu həmin buradan Türkiyə təhsil almağa gedən adamlar üçündür, həm də oradan gəlib burada təhsil alanlar üçündür. Bu adamlar mənə belə gəlir ki, daha çox məsuliyyət başlayırlar. Onlar iki missiyanı bir zamanda həyata keçirirlər. Həm gəlib, deyək ki, Türkiyədən, Azərbaycanda təhsil alırlar və yaxud da təhsili, həm də Türkiyə türkləri ilə Azərbaycan türkləri arasında əlaqələrin genişlənməsinə istiqamətdə çalışmalıdır. Mənə belə gəlir ki, Türkiyədən Azərbaycana gələn hər bir gənc onun ürəyi bax, bu iki məsələni heç bir vaxt unutulmalı. Eyni zamanda Azərbaycandan Türkiyəyə gedən bir olmalı. Ancaq təəssüflə qeyd eləmək istəyirəm ki, bir çox hallarda kənara çıxmalar da olur. Millətin heç birinə, belə deyək, əslində qalsa bir millətdir, layiq olmayan hərəkətlərində şahid oluruq. Oxumaq üçün gəlib və yaxud da gedib, başqa işlərlə məşğul olan adamlarla da rastlaşırıq. Və yaxud da cinayət hadisələrlə də rastlaşırıq. Bəzən, məsələn, bu hadisələr Azərbaycanda çalışan türk iş adamlarını çaşdırırlar bəzilərini. Yəni, biz çalışmalıyıq ki, gələcəkdə belə hadisələr olmasın. Olmasın. Allah bizə imkan yaradır. Neçə yüz ilini gözləyirdik, hüdudlarımız açılmırdı. İndi açılıb da, biz bu hüdudların açılmasından, müstəqilliyimizdən yetərincə istifadə etməliyik. Ancaq mənim fikrimdə hələlik biz ondan tam istifadə edə bilməmişik. Yəni, hər iki ölkənin xalqlarının arzulandıqlarını tam həyata keçirə bilməmişik. Buyurun. Anlattığınız özellikle stratejik çalışmalar içerisinde dünya ile Azerbaycan'daki tahsilin uyumlaştırması noktasında bir kısım uluslararası o kurumlardan da bu konuda normalara uygun bir eğitim yapılması konusunda bir çalışma var mı? Bir tarafı bu. Diğer tarafı biz bugün günümüzdeki anlayışla, postmodern anlayışla artık tahsil verdiğimiz talebelerimiz bizim müşterimiz gibi biz fikirleşiyoruz. Yani müşteri anlayışı, toplam keyfiyetin artırılması noktasında. Burada valideyn de bizim müşterimiz, ondan istifade ediyor. Sanayide çalışan bizim müşteri. Halk da umumun hepsinin taleplerine uygun bir tahsilin verilebilmesi konusunda Nazır'ın bu konuda herhangi bir çalışması var mı? Bilirsiniz, sizin sualınıza bir cümleyle de cevap verebilirim, ancak uzun da cevap verebilirim. Her ölkənin, əgər məndən soruşsanız təhsil sistemi nə səviyyədəndir, onun qısa cavabı belədir ki, ölkənin özü hansı səviyyədədirsə, təhsil də onun səviyyəsindədir. Çünki təhsil ölkənin bir hissəsidir. Necə eləsən də Azərbaycanın təhsil sistemini birbaşa aparıb Türkiyədə qura bilməz. Və yaxud da Türkiyənin təhsil sistemini burada qurmaq çox çətindir. Və yaxud da Fransanın təhsilini gətirib Azərbaycanda qura bilməzsən. Ona görə hər ölkənin, mənim fikrimcə, təhsil baxımından ənənəsi var, tarixi ənənəsi var. O ənənənin üzərində qurulmalı təhsil. Əlbəttə, biz təhsilimizi iki dayağı sözlərlə istifadə etməliyik. Elətdiririk. Bir, milli dəyərlərimiz, təhsilimizdə olan mütərəqqi cəhətləri qoruyub, hökmə saxlamalıyıq, inkişaf etdirməliyik. İkinci isə, ümumbəşəri dəyərlərdən istifadə etməliyik, dünya təhsil sistemi öyrənirik. Əlbəttə, onları hazır şəkildə gətirib da tətbiq eləmək olmaz. Uyğunlaşdırmaq lazımdır. Əlbəttə, bu misal, mən bir misal çəkmək istəyirəm, ancaq bu təhsillə bağlıdır, başlayıb. Məsələn, hər hansı bir ağacı, ştil, sadə şeydir də bu. Türkiyədən gətirib Azərbaycanda basırsam, o mühit yaranmasa orada inkişaf eləməyir. Eyni zamanda, məsələn, Göy çayının narını aparıb İstanbulda isə nar olsa da o Göy çayının nar olmayacaq. Çoxlu misal çəkmək var. Ona görə hər ölkənin, hər mühitin, hər xalqın, hər millətin özünün
təhsil, özünə məxsus təhsil sistemi var və bunu kökündən dəyişmək qeyri-mümkün müəyyən gəlir. Biz bu istiqamətdə işimizi aparırıq və sizə deyim ki, mən artıq 5 ilə yaxındır ki, bu vəzifədə çalışıram. Dünyanın çox ölkələrində olmuşum. Və çox yerlərdə də çalışmışam, görəm ki, belə deyək də, əlbəttə, bir gün, 2 gündən təhsilin səviyyəsinə qiymət vermək olmaz. Çox çətin işdir. Ancaq hər anda bir sinifə girirsən, bir uşağa bir riyaziyyatdan bir misal verməklə müəyyən şey müəyyən edərsən. Yəni, bu baxımdan mən məsuliyyətlə deyirəm ki, indi çox adamlar bugün qəzetlərdə çox şey yazırlar, xüsusən müxalifət qəzetləri çox şey yazırlar. Azərbaycanın təhsil sistemi o qədər də o bəzilərinin dediyi kimi açılacaq vəziyyətdir. Kim nə deyir? Çətinliyimiz var, problemimiz var, müharibə keçirmişik, bir iqtisadi sistemdən, bir farmasiyadan başqasına keçmişik, torpaqları və s. və eləxdir. Elə buna layiq, bu cəhətdə hesablasam, bizim təhsil sistemimiz bəlkə də ona yüksəksədir. Ümumiyyətlə, mən belə düşünürəm, bunu bəlkə də burada jurnalistlər də görürəm. Bir xəstəni müalicə eləmək üçün ilk növbədə onun müxtəlif qan götürürlər, başqa şeylər götürürlər, analiz edirlər. O analizlərdən sonra həkim, yaxşı həkim o xəstəyə diaqnoz, qiymət qoyur. Əslində hər şey bir olmalı. Təhsil sisteminə də qiymət vermək üçün müxtəlif yerlərdə olub, sorğu aparmaq və s. sonra qiymət vermək lazım. Ancaq bəzi adamlar görürsə, elə bir yerdə bir dənə mənfaatlı görür, istəyir bütün təhsil sistemi onunla qiymət versin. Mən qətiyyən bu fikirlərlə razı deyiləm. Ümumi qiymət vermək lazımdır. Bir də biz özümüz düşünməliyik, biz təhsilə nə eləmişdik? Mən o günlər bir yerdə demişəm, biraz da ifrat şəkildə deyirlər onu. Məsələn, bugün mən rəqəm demək istəyirəm sizə. 4513 məktəbin 3700-ü məktəb binasında yerləşdir. Haqqasa 1270-i məktəb binasında yerləşdir. Bu il qış soyuq keçir. Məktəblərimizin 90%-dən isitmə sistemimiz yoxdur. Bir müəllim orta hesabla bir ayda $50 maaş alır. Əgər təhsilimizə biz bu cür qiymət verirsə, ondan da gedib Fransa təhsilinin keyfiyyətini gözləyilməz. Ona görə də gərək təhsilə qiymət vermək üçün bunların hamısını parametr kimi yığasan, onun ortasını da bununla qiymət verəsən. Yoxsa belə deyək ki, Amerikada bir orta məktəb müəlliminin aylıq maaşı təxminən $500. Aylıq maaşı. Sənki də $50, onun mindən bilir. İndi onunla onun çalışmasını bilmir. Müxtəlif nüanslar, ona baxanda bütün bu parametrləri nəzərə alıb qiymət verirsə, mən şəxsən Azərbaycan təhsil sisteminin keyfiyyətindən ciddi narazılığıdır, açıq deyilməz. Azərbaycanda bugün başqa inkişaf etmiş olan